milletindən istəyirəm, titləsin, özünə qayıtsın və öz balaların, Azərbaycanlı balaların bağrına bassın. Tüm biz öz millətimizə güvənirik, onlar da bizə güvənsinlər. İkincisi, Azərbaycan aktivistləridir. Azərbaycan aktivistlərinin ən kiçiyinin qabağında baş əyirəm. Çəkdiyi zəhmətlərdən təşəkkür edirəm. Özəlliklə onlar ki, istiraflarda, zindanlarda, çətinliklərdə yaşamağı təcrübə ediblər. Dostlarım, bugün çətin şəraitdəyik. Şükürlər olsun, tezat çoxalıb, baş bilənimiz çoxalıb. Amma unutmamalıyıq ki, bir çətin və həssas şəraitə girmişik. Ona görə bir yumruq olmalıyıq. Hamımız bir yumruq olmalıyıq. Öz içimizdə hər nədən qabaq bir əxlaqi islahat aparmalıyıq. Məniyyətləri özümüzdə öldürməliyik. Ən kiçik fəalımıza, ən gələn fəalımıza yüksək səviyyədə sayğı və ehtiram göstərməliyik. Üçüncü yöneticilərlə danışmaq istəyirəm. Bugünləri bizim ölkəmiz bir çətin şəraitdə beynəlmiləli və bölgəsel yaşamaktadır. Məhkəmələrdə vəhdət-i millini pozmaq üçün bizim dostlarımız tutuklanırlar. Vəhdət-i millini istəyirsinizsə, vəhdət-i millini sağlamaq istəyirsinizsə, Azərbaycan millətinin sorunlarına cavab verin, dilini azad edin, məhbuslarını azad edin, yüzlərcə vəsiqə saxlayıb sizi azad edin, sıxıntıları götürün. Onda görəcəksiniz ki, vəhdət-i millini hamıdan yaxşı və hamıdan çox Azərbaycan aktivistləri sağlayacaq. Yaşasın! Gələcəyə çox əminəm. Əgər bir olsaq, əgər millətimiz bizi bağrına bassa, çox əminəm ki, onun gücünə və çox ağılına qabağa getmeliyiz. Və bir sözüm var, dünya kamuoyuna, insan hakları müdafiəçilərinə, içəridə və eşikdə, insan hakları örgütlərinə, Azərbaycanın səsini eşidin, xuşunetsiz eşidin. Zəlzələ siyasetin, zəlzələ dostluğun, fəqət zəlzələ gələndən sonra bizim Türk-Müsəlman ölkələrimiz götürməsin. Fərhəngi və kültürel zəlzələsinə burada baxsın. Hamızdan təşəkkür edirəm, hamız Allaha tapşırır.